Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə strukturlar haqqında öyrənəcəyik. Ümumiyyətlə mühərrik daxilində strukturların nə olduğunu və necə istifadə edə biləcəyimizi sizlərlə öyrənəcəyik və səhnədə sadə bir nümunəyə baxacağıq. Ümumiyyətlə strukturların işləmə prinsipinə gəldikdə, strukturlar massivlərlə oxşar xüsusiyyətlərə malik olur. Lakin strukturların massivlərdən əsas fərqləndirən cəhət ondan ibarətdir ki, strukturlar öz daxillərində n sayda müxtəlif tipli məlumatlar saxlaya bilir. Yəni, sadə dildə desək, massivlərin daxilində n sayda eyni tipli dəyişənlər saxlaya bilirdiksə, strukturların daxilində n sayda müxtəlif tipli məlumatlar saxlaya bilirik. Bundan əlavə, strukturların digər bir üstün cəhəti bundan ibarətdir ki, strukturların daxilində nəinki dəyişənlərdən, eyni zamanda massivlərdən də istifadə edə bilərik. Və buradan da belə nəticəyə gəlmək olar ki, strukturlar massivlərdən fərqli olaraq daha geniş bir məlumat bazasına malik olan yaddaşın ayrılmış xüsusi bir hissəsi sayılır. Mühərrik daxilində strukturlarla işləmək üçün Content Browser'ın boş yerində sağ klik edirik və Blueprint bölümündən Structure adlı bölümü burada seçirik. Təbii ki, uyğun adlandırmanı burada həyata keçirməliyik. Daha sonra strukturumuzun redaktoruna daxil oluruq. Strukturların redaktoru olduqca sadədir. Burada Add Variable bölümünə hər dəfə klik etməklə struktur daxilinə yeni bir dəyişən əlavə etmiş oluruq. Əlavə etdiyimiz dəyişənlərin burada adlandırılmasını həyata keçirə bilirik. Bu bölümdə isə həmin dəyişənlərimizin tipini müəyyənləşdirə bilirik. Və dediyimiz kimi, bu hissədən isə struktur daxilində dəyişənləri nəinki single variable olaraq, eyni zamanda massiv şəklində də istifadə edə bilirik. Bu şəkildə. Burada gördüyümüz tooltip bölümündə isə həmin strukturumuza aid istənilən məlumat verici bir mətn yaza bilərik. Misal üçün, bu strukturumuzun nə üçün təyin etdiyimiz haqqında kiçik bir burada məlumat yaza bilərik. Bundan əlavə, hər bir əlavə etdiyimiz dəyişənin qarşısında bu işarəyə klik etməklə həmin dəyişənimizin müəyyən parametrlərini burada sazlaya bilərik. Daha sonra alınan nəticələri save edirik və Content Browser'da yeni düzəltdiyimiz struktur üzərinə mouse'un kursorunu gətirdiyimiz zaman burada gördüyümüz kimi bizim tooltip bölümündə yazdığımız məlumatın əks olunduğunu görürük. Daha sonra bu təyin etdiyimiz strukturu istənilən class redaktoru daxilində istifadə etmək üçün bizim nümunədə Level Blueprint daxilindən istifadə edəcəyəm. Burada dediyimiz kimi istənilən class redaktoru daxilində Variable bölümündən bir ədəd dəyişən əlavə edirik. Dəyişənimizi təbii ki, təyinatı üzrə adlandırırıq. Daha sonra dəyişənimizin tipi bölümündən həmin təyin etdiyimiz strukturumuzun adını yazmaqla bu bölümə tip olaraq mənimsətməliyik. Bizim nümunədə New User olaraq bu strukturumuzu adlandırmışdıq. Və axtarış bölümündə bu strukturumuzun adını yazdığımız zaman burada Structure bölümündə gördüyümüz strukturumuzu seçirik və artıq biz təyin etdiyimiz strukturumuzu birbaşa bu class redaktorumuza gətirmiş oluruq. Daha sonra bu strukturumuzu eyni ilə dəyişənlərdə olduğu kimi həm get edə bilərik, həm də set edib istifadə edə bilərik. Strukturumuzun get olunmuş növünü istifadə edən zaman istər burada çıxış parametrini sağ klik edirik mouse ilə, split edib strukturumuzun daxilində burada təyin etdiyimiz bütün dəyişənləri bu class redaktoru daxilində istifadə edə bilərik. Yalnız dəyişənlər mövzusundan bildiyimiz kimi, dəyişənimizin get etdiyimiz növündə yalnız və yalnız çıxış parametri olaraq bu məlumatları oxuya bilirik. Bundan əlavə, həmin strukturumuzun çıxış parametrini təbii ki, get növündə buradan pin çəkirik və sadəcə olaraq axtarış yerində break yazırıq və burada gördüyümüz Break New User adlı bölümü seçirik və gördüyümüz kimi yenidən struktur daxilində təyin etdiyimiz istənilən parametri break adlı funksiyanın köməyi ilə buradan asanlıqla oxuya bilirik. Lakin strukturumuzun set olunmuş növündə isə təbii ki, həmin strukturumuza istənilən məlumatı bizim əvvəlcədən təyin etdiyimiz parametrlərə əsasən mənimsədə bilirik və çıxış parametri olaraq bu məlumatları oxuya bilirik. Bunun üçün də strukturumuzun set olunmuş növündə giriş parametrindən pin çəkirik. Burada break deyil, make yazırıq və giriş parametrimizi make etdikdən sonra çıxış parametrindən yenidən break adlı funksiyadan istifadə edə bilərik. Və sadə bir nümunə üçün buraya bir ədəd input təyin edirəm. Həmin bu inputumuza müraciət etdiyimiz zaman bu struktur vasitəsilə ekrana strukturumuzun daxilində olan müəyyən bir parametri ötürəcəyik. Bunun üçün sadəcə olaraq print string adlı funksiyadan istifadə edirəm və print string adlı funksiyanın inString adlı parametrinə bizim strukturumuzun müvafiq parametrini bu şəkildə birləşdirirəm və daha sonra strukturumuzun make adlı funksiyasının köməyi ilə
Bu bölümdə həmin string adlı parametrimizə müəyyən bir məlumat burada əlavə edirəm. Daha sonra alınan nəticələri compile edirik və oyuna başlayırıq. Oyuna başladığımız zaman klaviaturada 7 klavişinə klik edirəm və ekranın yuxarı sol küncündə həmin məlumatı sizlərlə görmüş oluruq. Məhz bu məlumatı birbaşa strukturumuzun daxilindən oxumuş oluruq. İndi isə səhnədə struktur vasitəsilə hazırladığımız digər bir praktiki nümunəyə baxaq sizlərlə. Bunun üçün səhnəyə gördüyümüz kimi bir ədəd trigger box yerləşdirmişəm. Place Actors bölümündə sadəcə olaraq trigger box yazırıq və burada gördüyümüz trigger box adlı komponentimizi səhnədə yerləşdiririk. Təbii ki, istənilən ölçünü burada təyin edirik. Daha sonra bu trigger boxumuzdan referensimizi götürməliyik. Bunun üçün level blueprint daxilinə keçid edirik. Mütləq şəkildə həmin komponentimiz səhnədə seçilmiş olmalıdır. Daha sonra class redaktoru daxilində sağ klik edirik və burada add event bölümündən kolliziya bölümünə keçid edirik. Begin və End Overlap adlı bu iki eventimizi burada aktivləşdiririk. Mənim nümunəmdə hər iki eventi burada aktivləşdirmişəm və funksionallığı təbii ki, video dərsimizin uzun alınmaması üçün əvvəlcədən hazırlamışam. Bunun üçün ilk növbədə bir ədəd xüsusi burada struktur düzəltmişəm. Strukturumuzu isə işıq olaraq adlandırmışam və strukturumuzun daxilinə fikir versək, burada 2 ədəd parametr əlavə etmişəm. Birinci parametrimiz işığın intensivliyinə nəzarət edən xüsusi bir parametrimiz olacaq. İkinci parametrimiz isə həmin işığın rənginə cavab verən massiv şəklində xüsusi bir məlumat bazası olacaq. Bunun üçün sadəcə olaraq 2 dəfə add variable bölümünə klik etmişəm və daha sonra uyğun adlandırmanı bu bölümdə həyata keçirmişəm və müvafiq olaraq burada hər bir parametrimizin tipini müəyyənləşdirmişəm. Bildiyimiz kimi işığımızın intensivliyinə cavab verən parametr float tipində olduğu üçün burada bu parametrimizi float olaraq müəyyənləşdirmişəm. İşığımızın rənginə cavab verən parametrin linear color parametri olduğu üçün burada müvafiq parametri müəyyənləşdirirəm və daha sonra ikinci nümunədə bu parametrimizi massiv olaraq burada təyin etmişəm. Alınan nəticələri save edirik və daha sonra yenidən keçid edirik class redaktorumuza. Burada bir ədəd dəyişənimizi əlavə edirik, daha öncə sizə göstərdiyim qaydada və həmin dəyişənimizin tipi olaraq daha öncə hazırladığımız strukturumuzu burada əlavə edirik. Strukturumuzu burada müəyyənləşdirdikdən sonra compile düyməsinə klik edirik və həmin strukturumuzun default value adlı bölümünə nəzər salsaq, burada struktur daxilindəki əlavə etdiyimiz parametr tiplərinə uyğun olaraq məlumatları biz burada görə bilirik. Bizim ilkin parametrimiz float tipində olduğu üçün bu parametri single variable olaraq burada görürük. İkinci parametrimiz isə massiv şəklində olduğu üçün burada həmin parametrimizi massiv şəklində görürük. Və bildiyimiz kimi massiv daxilinə eyni tipli istənilən n sayda məlumat əlavə edə bilirik. Mənim nümunəmdə linear color adlı parametrimizə 4 ədəd müxtəlif rəngdə parametr buraya əlavə etmişəm. Bunu isə bildiyimiz kimi sadəcə olaraq üstəgəl işarəsinə klik etməklə istənilən sayda buraya parametrləri əlavə edə bilirik. Strukturumuzun susmaya görə dəyərini bu şəkildə müəyyənləşdirdikdən sonra həmin strukturumuzu əvvəlcə burada gördüyümüz kimi set edirik. Daha sonra səhnədə bir ədəd mütləq şəkildə işıq mənbəyi yerləşdirməliyik. Mənim nümunəmdə point light adlı işıq mənbəyi yerləşdirmişəm burada. Daha sonra həmin point lightımızdan level blueprint daxilinə referensimizi gətiririk. Bu şəkildə. Referensimizi burada gətirdikdən sonra bu komponentimiz üçün set light color adlı funksiyamızı çağırırıq. Bildiyimiz kimi bu funksiyanın köməyi ilə öz işıq mənbəyimizin rəngini istənilən qaydada burada dəyişib istifadə edə bilərik. Daha sonra set etdiyimiz strukturumuzun giriş və çıxış parametrlərini müvafiq olaraq make və break adlı funksiyaları burada çağırırıq. Strukturumuzun make adlı funksiyasına nəzər salsaq, burada işığımızın intensivliyini artıq 5000 lumen olaraq təyin etmişəm və bildiyimiz kimi susmaya görə bizim işığımızın intensivliyi 0 idi. Daha sonra həmin strukturumuzun çıxış parametrindən break adlı funksiyanın köməyi ilə yenidən burada set intensity adlı funksiyanı çağırmışam və gördüyümüz kimi bu işıq mənbəyimizin new intensity adlı parametrinə break adlı funksiyanın çıxış parametrini, yəni intensivlik parametrini birbaşa buradan ötürmüşəm və işığımızın rəngini dəyişmək üçün break adlı strukturumuzun çıxış funksiyasından burada əvvəlcə massivlər dərsindən də bildiyimiz kimi get adlı funksiyanı çağırmışam. Bildiyimiz kimi massivin get adlı funksiyasının köməyi ilə massiv daxilindəki bu parametrdə təyin edəcəyimiz indeksə əsasən istənilən elementi oxuya bilirdik və burada təsadüflüyü təmin etmək üçün random integer in range adlı xüsusi bir funksiyadan istifadə etmişəm və buradakı diapazonumuzu öz strukturumuzun daxilində mövcud olan element sayına əsasən
müəyyənləşdirmişəm. Bizim strukturumuzun daxilində 4 ədəd elementimiz var idi və indeksləşməmiz 0-dan 3-ə qədər davam edirdi. Buna görə də diapazonumuzu bu şəkildə təyin etmişəm. Və daha sonra get adlı funksiyanın çıxış parametrini birbaşa New Light Color adlı bölümə mənimsətmişəm. Səhnədəki trigger boxumuza daxil olduğumuz zaman məntiqi ardıcılığı bu şəkildə tamamladıqdan sonra həmin trigger boxdan çıxdığımız zaman məntiqi ardıcılığı burada tamamlamalıyıq. Mənim nümunəmdə trigger boxumuza daxil olduğumuz zaman işıq mənbəyimizin intensivliyini 5000 lumenə qaldırırıq və eyni zamanda hər dəfə biz həmin trigger boxa daxil olduğumuz zaman işıq mənbəyimiz müxtəlif rəng salarları ilə müxtəlif rənglərə rənglənməyə başlayacaq. Lakin həmin trigger boxdan çıxdığımız zaman isə işıq mənbəyimizin intensivliyini sadəcə olaraq sıfıra gətirirəm. Bunun üçün yenidən həmin işıq mənbəyimizdən referensimizi götürürük və Set Intensity adlı funksiyanın köməyi ilə işığımızın intensivliyini burada sıfıra salırıq. Bütün nəticələri compile edirik və yenidən səhnədə hazır nəticəyə baxırıq. Bizim əsas personajımız səhnədəki həmin trigger boxa yaxınlaşdığı zaman işıq mənbəyimiz öz rəngini dəyişir və həmin trigger boxdan çıxdığımız zaman işıq mənbəyimizin intensivliyi sıfıra bərabər olur və hər dəfə bizim personajımız həmin trigger boxa daxil olduğu zaman işığımızın intensivliyi ilə paralel həmin işığın rəngi də dəyişməyə başlayır. Bu bir neçə fərqli məlumatı birbaşa struktur vasitəsilə biz həmin komponentə ötürmüş oluruq. Məhz bununla da mühərrik daxilində strukturların işləmə prinsipini sizlərlə ətraflı öyrənmiş olduq. Ümumiyyətcə strukturların təyinatı və istifadəsi mühərrik daxilində olduqca geniş yayılıb. Əsasən dediyimiz kimi böyük məlumat bazası ilə işləyən zaman strukturlara müraciət olunur. Kanalımıza abunə olmaq və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.